Salam herkese, biz bugün sizinle kimya 8. sınıf 2. ise 4.5 mövzu izahına və tapşırılan izahına baxacağıq. Deməli, reaksiya sürətinin dəyişdirilməsi reaksiyaya daxil olan maddənin səthinin sahəsinin təsiri. Keçən dərslərimizdə qatılığın və temperaturun təsirindən danışmışdıq. İndi isə reaksiya daxil olan maddənin səthinin sahəsinin təsirindən danışacağıq. Gəlin başlayaq. Deməli, doğranmış toyuq və bütöv toyuq eyni temperaturda və eyni qabda qızdırılır. Baxın, burada nə izah edəcəm sizə? Deməli, açılsın, bir şey izah edəcəm. Deməli, baxın, hər ikisi də qızdırılır da, düzdür. Baxın, burada doğranmış haldadır. Bu isə bütöv haldadır, düzdür. Hər ikisi də eyni vaxt ərzində pişirilir. Amma ki, bu birinci yəni bişib qurtardığı şey, amma belə bişmədi. Niyə? Onu indi demək istəmirəm. Sonra demək istəyirəm. Bəzi yerlər var, orada deyəcəm. Demək, kimyəvi reaksiyanın sürətinə təsir edən amillərdən biri də reaksiyada iştirak edən bərk maddənin səthinin sahəsidir. Deməli, gəlin baxaq. Bərk maddəni xırdaladıqda onun səthinin sahəsi artır. Sahənin artmasının telinin uzunluğu 3 sm olan kubu 27 kiçik kuba bölməklə hesablayaq. Baxın, en uzunluq və hündürlük 3 cm. Sahə 3 kvadrat vurulsun 6, 54. Tamam. En uzunluq və hündürlük 1, sahə 1 kvadrat vurulsun 6 vurulsun 27 ilə 160. Burada 54 idi, burada 160 idi. Deməli, səthinin sahəsi artdı. Birinci kubun səthinin sahəsi 54 cm kvadratı. Onu bərabər ölçü 27 kuba böldükdə hər kubun səthinin sahəsi 6 cm kvadrat. 27 kubun səthinin sahəsi isə 27 vurulsun 6, 162 cm kvadrat olur. Xırdalama nəticəsində isə səthinin sahəsi 3 dəfə artmış olur. Tamam. Bərk maddənin səthinin sahəsi artdıqca eyni anda reaksiyaya daxil olan zərrəciklərin sayı artır. Və nəticədə reaksiyanın sürəti artır. Maqnezium xlorid turşusu ilə reaksiya nümunəsində maqnezium xırdaladıqda reaksiya sürətinin artması aşağıda kimi təsvir etmiyorlar. Turşu zərrəciklər metal parçası səthində olan atomlar reaksiya daxil olur. Turşu zərrəciklər eyni anda bir neçə hissəyə ayrılmış metal parçalarının səthində olan atomlarla reaksiya daxil olur. Baxın, indi burada tam deməli göstərməyə də bilərik. İndi toyuqda göstərəcəm. Baxın, burada da göstərim. Bu qab elə bir, baxın, tam haldadır. Burada reaksiya daxil olur. Amma ki, xırdaladıqda səthinin sahəsini artırdıqda daha yaxşı reaksiya olur. Baxın, gəlin onu toyuq üzərində göstərimsə. Baxın, bu toyuq da düzdürmü? Baxın, burada da yaxşıdır. Bu toyuqdur. Genəldə bu toyuğun, baxın, bu hissəsi, baxın. Ancaq bu hissələrdə, yəni qıraq hissələri ancaq isti tavaya dəydiyinə görə ancaq qıraq hissələri birinci bişməyə başlayır, sonra içinə yavaş-yavaş qızır. Amma bunda isə, baxın, artıq kəsilib də. Budun bu tərəfi əgər burada, məsələn, bu tərəfi pişirdisə, indi onun digər tərəfində olan, yəni içində qalan hissəsi də istiyə dəydiyi üçün bişmiş olacaq. Baxın, o kublarda da göstərə bilərik. Baxın, burada. Bu kubun neçə üzü var? 6 üzü var. Amma 1, 2, 3 üzü dəymiş olacaq. Amma bunu parçalara bölsək 1, 2, 3, 4, 5, 6. Qalan digər üzlərdə toxunduğuna görə o daha tez reaksiya baş verəcək. Ona görə elədir. Yəni, səthinin sahəsi artdığı zaman reaksiyanın sürəti də artmış olur. Yəni, bütün maddələrdə belədir. Məsələn, qənd, ağ qənd var, o da elə kub şəklindədir. Belə bir ağ qənddir. Biz onu xırda bölsək, belə kub şəklində xırda bölsək, onun əgər, baxın, bir dənə 3 boyutlu şəkildə kub çəkim. Baxın. Hamısı nədir? Bir deyil. Baxın.
1, 2, 3, 4 bu tərəfdəki üzü, bu tərəfdəki. 5 arxadakı üzü, 6-dakı altdakı üzü. Düzdürmü? Baxın. Bu zaman bu bir bütöv kubdur da, düzdür. Bütöv kubdur. 6 üzü deyir. Amma xırda-xırda hissələrə bölsək, deməli, belə hissələrə bölsək, bu zaman bu kub var idi ya, bu içindəki bu kub, bu hissə. Bir bu üzü deyir, bir bu üzü deyir, baxın. Bir də ki, bu hissədə olan üzü deyir. Yəni, baxın, 1, 2, 3. 1 bu, 2 bu, 3 bu üzü deyir. Yəni, amma onu oradan çıxardıqda, elə bir çıxardırsınız da, digər üzləri də toqquşduğuna görə. Bu zaman reaksiya daha sürətli baş verəcək. Ona görə sətin sahəsi artdıqda reaksiyanın sürəti artır. Burada bilirsiniz nə var? Baxaq. Bəzi istehsal sahələrində, məsələn, un dəyirmanlarında, quru süd istehsal edən zavodlarda, kömür mədənlərində havada toz şəklində çoxlu miqdarda məhsul olur. Bu maddələr çox kiçik bir qığılcımdan sürətlə yanır. Bəzən bu böyük partlayışa da səbəb ola bilər. Belə hadisələrin biri də İngiltərənin paytaxtı London şəhərində un istehsal edən fabriklərin birində baş vermiş və çox sayda insan ölümü ilə nəticələnmişdir. Görürsünüz? Yəni, belə bir şeylər də ola bilər. Çox toz şəklində olan bir şey belə tez yana bilər. Deməli, baxırıq, tapşırıqlarımızı, öyrəndiklərinizi tətbiq edin. Müxtəlif temperaturlarda magnezium xlor törsüsü reaksiyası aparılmışdır. Reaksiyaların sürətlərinin müqayisə edin, cavabınızı əsaslandırın. Deməli, bu 25 dərəcədədir, bu 50 dərəcədədir və 25 dərəcədədir. Niyə siz ki, bundan bu bərabərdir? Nə olsun bərabərdir? Bu bütöv şəklindədir, bu xırda şəklindədir. Niyə siz bundan bu bərabərdir? Bu ikisi də xırdadır. Amma bu 50 dərəcədir, bu 25 dərəcədədir. Görürsünüz, nə qəşəng sual veriblər. İndi gəlin baxaq. Deməli, bu bütöv şəklindədir. 25 dərəcədədir. Həm az dərəcədədir. O biri, yəni ondan çox da 50 dərəcədir. Həm də bütöv şəklindədir. İkinciyə baxaq, həm xırda şəklindədir, həm də 50 dərəcədədir. Həm yüksək temperaturu var, həm də xırda şəklindədir. Deməli, hər iki tərəfdən də bunun temperaturu artıbmı? Artıb. Deməli, reaksiyanın sürəti də artır. Bizdən nə istəyirdi? Reaksiya sürətlərini müqayisə edin. Ən böyük sürəti olan 2-dir. Ən böyük 2-dir. İkinci. Sonra, üçüncü təcrübədə isə xırdalanıb, amma 25 dərəcədir. Dərəcəsi az olsa da yenə də xırdalanıb. Bu da ikincidən biraz sürəti azdır. Yəni 2 böyükdür, sonra 3 böyükdür, sonra da 1 böyük olmuş olur. Yəni 2, 3, 1 şəklində gedəcək. İndi baxırıq, qapalı qabda baş verən kalsium oksid üstəgələnsiz CO2 alınır, kalsium karbonoid. Reaksiyasının sürətini necə artırmaq olar? Cavabınızı əsaslandırın. Kalsium oksid, kalsium onu toz halına salmaqla. Sonra temperaturu azaltmaqla, CO2 qazının qatılığını artırmaqla, bir də kalsium karbonoidin toz halına salmaqla. Deməli, kalsium oksidi, bir dəqiqə dostlar. Deməli, qapalı qabda baş verin. Deməli, kalsium oksidini toz halına salmaqla, bəli, sətin sahəsini artırsaq, daha yaxşı sürəti artmış olacaq, reaksiyanın sürəti artacaq. Sonra ikinci, temperaturu azaltmaqla. Temperaturu azaltsaq, deməli, demişdik, temperatur artdıqda reaksiya sürəti artırsa, temperatur azaldığında da reaksiya sürəti azalacaq. Ona görə getdi. Üçüncü, CO2 qazının qatılığını artırmaqla, bəli, ola bilər. Dördüncü, kalsium karbonoidi toz halına salmaqla. Biz demişdik ki, başlanğıcda olan maddələrin qatılığını artırmaq. Baxın, onu burada göstərəcəm sizə. Lap girişində verilib. Mən onu 4.1 mövzu izahında izah eləmişəm, yəni keçib baxa bilərsiniz. Deməli, baxın, bərk halda olan başlanğıc maddənin toxunma səthinin sahəsi artdıqda reaksiya. Başlanğıc maddənin, baxın, başlanğıc maddənin deyir. Yəni,
yəni kalsium karbonatın ola bilməz. Çünki kalsium karbonat başlanğıc maddə deyil. Deməli 1 3 cavabımız olur. 1 bir də 3 biraz nazik. 1-dən 3. 4 də deyil. Deməli öyrəndiklərinizi yoxlayın. Böyük odun parçası yoxsa kiçik odun hissələri sobada daha yaxşı yanar. Təbii ki də kiçik odun hissələri. Çünki onun səthinin sahəsi daha çox olacaq. Ona görə də kiçik odun hissələri, yəni səthin sahəsi artdıqda bu zaman onun yanması da daha tez baş verir. Demək, təbaşirin xlor dürüsü ilə reaksiyasını daha sürətlə aparmaq üçün hansı reagentlər götürülməlidir? Təbaşir parçası, bəli, ola bilər təbaşir parçası. Amma sürətlə aparmaq üçün təbaşir tozu daha yaxşı olar. Sonra isti duru xlorid turşusu, soyuq duru xlorid turşusu. Baxın, isti duru xlorid turşusu götürə bilərik. Bir isti qatı xlorid turşusu, bir də soyuq qatı xlorid turşusu verilib. Burada da isti qatı xlorid turşusu olacaq. Yəni 2, 3, 5 olacaq. Bircə dəqiqə. Deməli, buradan götürəcəyik dedik ki, içini təbaşir parçası yox, təbaşir tozu ondan daha xırdalıdır. Bir də ki, burada isti duru xlorid turşusu və soyuq duru xlorid turşusu verilib. Amma baxın, əgər bu ikisi olsaydı biz buradan 3'ü götürərik. Amma isti qatı, baxın bu qatı varsa biz 5'i götürərik də, yəni 5'də daha tez sürətlə baş verir. Sonra keçək 3'ə. Eyni şəraitdə 2 qram maqnezium parçasının və 2 qram maqnezium tozunun xlor turşusu reaksiyası aparır. Hansı halda reaksiya daha sürətli? Təbii ki də maqnezium tozu. Dediyi axı səthin sahəsi nə qədər çox olarsa, reaksiyanın sürəti o qədər çox olmuş olacaq. Yəni cavab maqnezium tozu. Deməli, sağ olun dostlar, hələlik bugünkü dərsimizdə bu qədər. Gəlin dərslərdə görüşənədək kanalıma abunə olmayı, like atmağı unutmayın.